Yaz ayları təbiətin canlandığı, rəngarəng çiçək açdığı bir fəsil olsa da, bəzi insanlar üçün çətin dövrə çevrilə bilər. Baharın gətirdiyi gözəlliklərlə yanaşı, burun tutulması, asqırma, göz qaşınması kimi əlamətlər də tez-tez qarşılaşılan problemlər arasındadır. Allergik reaksiyalar əslində orqanizmin çiçək tozcuqlarına reaksiyasıdır və təəssüf ki, bu vəziyyət yaz boyu, xüsusilə aprel və may aylarında davam eləyir. Bitki çayları və yağlar allergiya ilə bağlı simptomları aradan qaldırsa da, kimyəvi dərmanlar qədər güclü təsiri olmasa da, sağlam alternativ təklif eləyir. Nanə burun tıxanıqlığını təmizləyir və boğazdakı qıcıqlanmanı aradan qaldırır. Zəncəfil allergik reaksiyalar nəticəsində yaranan iltihabı azaltmağa kömək eləyir və tənəffüs yollarını açır. Lavanda sakitləşdirici təsiri ilə stressinizi azaltmaqla yanaşı allergiyanın yaratdığı narahatlığı da aradan qaldıra bilir. Sarımsaq immun sistemi gücləndirən və allergik simptomları aradan qaldıran güclü antibiotikdir. Bundan əlavə sarımsaq çayı da hazırlana bilər.